Salam, xoş gördük sizləri. Bizimsə də bu dəfədə bir-birindən maraqlı, sizləri daim düşündürən mövzulara əməkdaşlarımızın köməyi ilə cavab tapmağa çalışıb. Elə buna görə də diqqət ekranlara. Keçid alaq həftə ərzində hazırladığımız sujetlərə. İlk sujetimizin müəllifi isə yenə də Şəfiqədir. Görək indi nədən danışacaq. Deyəcəksiniz ki, bu Şəfiqəyə nə vermişəm ki, ala bilmirəm. And içməyə hazıram ki, heç nə verməmişəm və heç nə də almaq niyyətim də yoxdur. Heç ağlı olan da Şəfiqəyə nəsə verər? Nəysə, bu öz yerində. Əslində Şəfiqə yaxşı qızdır. Amma yeganə bir mənfi cəhəti var ki, o da güzgüyə tez-tez baxmasıdır. Xətrinə dəyməsəydi, bir dənə də güzgü ilə bağlı bir söz deyərdi. Amma bilirəm ki, sonra bunun əziyyətini də mən çəkəcəm. Deyim ki, bu xanım əməkdaşımız ancaq özünə vurğundur. Güzgüyə baxması da elə bu səbəbdəndir. Bütün günü fotosessiyalarda keçsə də, şəkildə özünü bəyənmir ki, bəyənmir. Hətta əvvəllər buna görə fotoqraflarla davaya çıxsa da, son zamanlar deyəsən öz taleyi ilə barışmalı olub. Və özünə söz verib ki, şəkildə gözəl düşməyin sirlərini öyrənib sizlərə desin. Buyurun, gəlin. Gülümsün. Hər kəs gözəlliyi bir cür başa düşür. Kimisi xarici, kimisi isə daxili. Kimisi isə həm xarici, həm də daxili gözəllik kimi anlayır. Mütəxəssislərin fikrincə, eybəcər insan yoxdur. Sadəcə bu gözəllikləri görmək lazımdır. Gəlin bu dəfə bu gözəllikləri elə məhz fotoqrafların gözü ilə görək. Başladıq. 1, 2, 3. Okay. Fotoda zaman dayanır və insanlar şəkildə heç də həmişə həyatda olduğu kimi düşmürlər. Çəkilən fotonun uğurlu alınması fotoqrafdan çox asılıdır. Düşünənlər də yanılmırlar. Əslində peşəkar fotoqraf hər bir insanı hansı rakursdan çəkməli olduğunu bilməlidir. Lakin çox zaman peşəkar olmaqda bu işdə fayda vermir. Fotoqrafın işi 30%-dirsə, modelin işi 70% təşkil edir. Yəni ən çox öhdəlik modelin məhz üzərinə düşür və bir də çəkəcəyin insanların daxili psixologiyalarına müəyyən qədər bələd olmalısınız ki, məsələn, onları daha hansı məkanlarda, hansı tərəflərdə, hansı mövqelərdə çəksək, nəticələr daha gözəl alına bilər. Bunu bəzən işıqla daha mükəmməl eləmək olar, bəzən üstü örtülü, işıqsız, məsələn, bunlara müdaxilə eləsək daha maraqlı alına bilər. Yəni, çəkəcəyin insanın, sırf qarşındakı insanın, modelin, sırf həyat baxışından asılı olaraq onun necə görürsə və kadra necə yanaşırsa ona görə çəkmək lazımdır. Fotoqraf İlkin Umudovun sözlərinə görə studiyaya gələn hər kəs gözəl düşməyi arzu edir. Qadınlarda, kişilərdə. Statistik göstəricilər bu iki əks cins arasında qadınların gözəl görsənməyə daha çox can atdığını ortaya çıxarıb. Sırf insanın qəşəng düşməsi üçün yazılı bir qayda yoxdur əslində. Sadəcə hər insanın gözəl düşən bir rakursunu, gözəl düşən bir tərəfini tapıb, oradan çəkmək lazımdır. Yəni, fotogenik olmayan və yaxud da şəkildə yaxşı düşmən insan yoxdur. Bu fotoqrafların sırf işidir ki, hər hansı bir insan, fərqi yoxdur. Bu bölmüşük biz insanlar kifir və qəşəng, amma əslində fotoqrafiyada belə bir şey yoxdur. Hər insanın yaxşı görsənən bir rakursunu tapıb çəkmək lazımdır. Əksər xanımlar şəkil çəkdirərkən həyəcan keçirir, özlərini narahat hiss edirlər. Nəticədə şəkillər əsəbi və yaxud xoşa gəlməz alınır. Unutmayın, şəkil çəkdirərkən emosional cəhətdən tam sərbəst olmalı, özünüzü sakitləşdirməyə çalışmalısınız. Düşünün ki, bu sadəcə şəkildir, pis alınsa mütləq yenidən çəkiləcək. Fotoqrafın ən çox diqqət eləyəcəyi şey birinci kompozisiyadır, ikincisi işıqlandırmadır və üçüncüsü ən əsas məsələ qarşındakı insanın hansı formada və nəyə görə çəkiləcəyini daha dəqiq bilməsidir. Əgər bu üç dediyim maddələr bir yerdə vəhdət təşkil eləsə, o zaman şəklin nəticədə gözəl alınacağına şübhə yoxdur. Yaxşı foto çəkməyin öz incəlikləri var. Fotosessiya etdirməzdən əvvəl makyajınıza xüsusi diqqət yetirin. İşıqda ləkələrin bəlli olması üçün korrektordan istifadə etmək məsləhətdir. Fotoda yaxşı düşmək üçün işte birinci növbədə qrimdən başlayırıq. Düzgün seçilmiş geyim və bu qrimlə geyimin üzərində düzgün seçilmiş işıq, düzgün seçilmiş rakurs axıda gəlir. Çünki biz ən sonda zatfor knopkasına basaraq şəkil çəkirik deyənə və düzgün seçilmiş rakurs ən sonda gəlir. İlk növbədə qrim,
geyim, düzgün seçilmiş işıq, məkandan asılı olaraq məkan. Əgər studiyadsa şılamızı özümüz qoyuruq. Düzgün çəkilmiş şəkildə bunlar çox vacib bir şeydir. Yəni Azərbaycanda və dünyada çox qrim eləyənlər var. Çox makyaj eləyənlər çoxdur, ustalar çoxdur. Amma fotonun kamera qabağında olunan qrim tamam başqa bir qrimdir. Şəkildə dərinizin yağlı görünməsinə imkan verməyin, yoxsa şəkillərdə parıltınızdan göz qamaşacaq. Dişlərinizin olduğundan daha ağ düşməsini istəyirsinizsə, o zaman qırmızı dodaq boyasından istifadə etsəniz pis olmazdı. Bəs görəsən şəhər sakinləri şəkil çəkdirərkən bu qaydalara əməl edirlərmi? Bu suala aydınlıq gətirmək üçün kameramızı da götürüb düşdük şəhərin canına. Şəkil çəkdirərkən hansı qaydalara əməl edirsiniz? Daha çox xoşlayıram ki, mənzərəli şəkillər olsun. Birinci pozadır, pozanı düzgün ver. Birinci qaydadır. Ən çox məkana. Fotosessiyada geyim. Bir də ki, şəklin qəşəng alınması. Ukladka eləyirik, vəssalam. Bir də qəşəng paltar geyirik, o da çox paltar özümüzə gətirik. Fotoda gözəl düşməyən qaydası təkcə bunlarla bitmir. Kameraların sizə tərəf döndüyü anda çənənizi bir balaca yuxarı qaldırın. Bu foto sənətinin ən yaxşı qaydalarından sayılır. Şəkildə gözəl düşmənin qaydasından biri də təbəssümdür. Əgər siz gözəl və cazibədar düşmək istəyirsinizsə, o zaman gülün. Üzünüzdən təbəssüm əksiyi olmasın. Fotoqraf zəhmət olmasa şəklimi çəkərdiniz? Şəfiqə Murad qızı, Turab Məmmədov, Ramil Məmmədov, Lider TV. Deyirəm, nə yaxşı ki, bu Şəfiqənin başqa bir kompleksi yoxdur. Məsələn, o kökdə ola bilərdi və ya çöp kimi arıq, zürafə kimi uzun olub hündürboyluqdan əziyyət çəkə bilərdi və yaxud da əksinə, cırtdan kimi balaca olmaqdan. Hələ mən yekəqulaq, yekəbaş, yekəburun insanların komplekslərindən danışmıram. Düzdür, mən danışmaq istəmirəm. Amma bu tip mövzularda solmazı saxlamaq mümkün deyil. Bilirsiniz də, solmazın da bir dərdi var, o da öz burnu ilə bağlıdır. Deyim ki, çox uzundur, yox, belə deyil. Heç o qədər də kiçik də deyil. Amma oturub durub deyir ki, gərək mütləq kəstirib rədd edəm. Bir sözlə, özünü kompleksə salın. Nə oldu? Bəs ötən dəfə deyirdin ki, insanların diqqətini cəlb etmək, Guinness-in rekordlar kitabına düşmək üçün bəhanə axtarırsan. Bundan yaxşı bəhanə. Amma deyim ki, olmaz. Bunun üçün gərək burnunu ən azı bir qarış uzadasan ya da yerli dibli kökündən kəstirəsən. Bax da, yenə də özün bilərsən. Məndən demək, səndən eşitmək. Kompleks indiki zamanda tez-tez rastlaşdığımız bir sözdür. Heç bir kompleksi olmayan adam çətin tapılar. Kimsə uzun burnuna görə narahatdır, kimsə əyri ayaqlarına görə fikir çəkir, kimsə kök olduğuna görə gündə bir pəhri saxlayır. Kompleksiniz var? Bəli, var. Nəyə qarşı? Qızlara qarşı, Başqa? maşına qarşı. İnsanların qarşısında çıxış eləmək kimi biraz var. Cəmiyyət qarşısında çıxış eləmək. Sərbəstsiz, heç şeydə utanmırsınız, çəkinmirsiniz. Heç nədən. Utanmaz, utanan oğlu olmaz. Bu komplekslərin necə yarandığını və onlara necə qalib gəlmək olar suallarına cavab axtarıb sizləri də məlumatlandırmaq niyyətindəyik. Hər bir insanda natamamlıq kompleksi və onun kompensasiyası var. Yəni onun həll üsulu var. Sadəcə fərqli komplekslər olur. Kimisi kasıb olmağı kompleksidir, kimisi dövlətli olmağı kompleksidir, kimisi boyunun balaca olmağını kompleksidir, kimisi gözəlliyi kompleks edir. Əslində, kompleks özü müəyyən psixoloji problemin olduğunu göstərən bir faktordur və yaxud buna başqa cür yanaşsaq, psixoloji travmanın olduğunu göstərən bir faktordur. Əvvəlcə iri burun kompleksi olan insanlardan danışacağıq. Burunun böyük olmasının əsas faktoru kimi irs nişanələri götürülür. Yəni bu o deməkdir ki, ata və ananın burun quruluşları böyüdüsə, çox güman ki, sizin burununuz da jurnaldan baxan fotomodel burunu ola bilməz. İkinci faktor isə milli faktordur. Belə ki, hər millətin özünə məxsus burun forması var. Məsələn, Avropa xalqların burunu Monqol xalqları ilə müqayisədə daha da ensizdir. Bugün buruna
istənilən formanı vermək üçün estetik əməliyyatlara gedən insanların sayı artıb. Axı bu nədən irəli gəlir? Bu, buruna nifrət etməkdən, yoxsa müasir dövrümüzdə plastik əməliyyatların dəb halını almasından? Plastik rekonstruksiya cərrahiyə özü 3 ana qolda bölünür. Biri estetik cərrahi, hansı ki insanların çox maraqlandıran və gündəmdə olan rekonstruktiv cərrahiyə. Üçüncü, travmadan sonra əmələ gələn deformasiyalar, estetik əməliyyatlar içərisindədir. Dünyada da belə ən böyük seri burun əməliyyatları. Bu burunda problemlər insanda psixolojik bir problem yarada bilər. Hər güzgüyə baxanda, hər bir şənliyə gedəndə və hər bir toplantıya gedəndə özündə o kompleksi görür. Bu kompleks sözü də bir rahatsız edir. Əslində ideal burun uzunluğu ümumi sifətin uzunluğunun 1/3-ni təşkil etməlidir. Bu proporsiyalar pozulanda burun daha da yekə görsənir və bu insanlarda müəyyən komplekslər yaradır. Amma buna baxmayaraq yekə burunluğun müsbət cəhətləri də var. Sən demə, Amerika alimləri belə insanların daha da sağlam olduğunu müəyyən ediblər. Niyə? Məsələ ondadır ki, iri buruna malik olanların orqanizminə mikroblar və yoluxucu xəstəliklər çətin daxil ola bilir. Və elmi tədqiqatlara görə belə insanlar daha az xəstələnir və allergiyalara meyilli deyillər. Bunu statistika deyir. Bəli, burun formasının dəyişməsinin yeganə yolu cərrahi əməliyyatıdır. Professional dildə desək endoskopik plastika. Onun köməyi ilə burunu istədiyi formaya salmaq olar. Proporsional, ensiz, nazik, qısa və s. Əməliyyatdan öncə müasir texnologiyalar vasitəsilə üz formasına uyğun olan burun forması seçilir. Kompleksli qadınlar isə buna ehtiyac duymurlar. Necə olursa olsun, amma təzə burun olsun. Hətta yaraşıb yaraşmadığını düşünməyənlər belə var və əsasən də qadınlardır. Axı niyə? Hansı səbəbə və ya hansı komplekslər onları bu yola gətirib çıxarır? Gözəl görünmək, yoxsa həyatını tam şəkildə dəyişmək fikri? Həmin estetik əməliyyat edən insanlar əməliyyatdan öncə onlara psixoloqla görüşmək tövsiyə edilmir. Çünki əməliyyat edən insanların 90%-nin özünün fərdi psixoloji problemi var. O köklənir ki, tutaq ki, mən burnumda əməliyyat apararam, həyatım kökündən dəyişəcək. Yox, burun əməliyyat etməklə həyat kökündən dəyişmir. Bunun üçün əməliyyatdan öncə insan düşüncəsini dəyişməyə çalışmalıdır, özünün daxili fərdi konfliktlərini, psixoloji problemini həll etməlidir. Əgər bundan sonra o sağlam bir şəkildə qərar verərsə ki, yox, əməliyyat etmək də pis olmaz, onu həyata keçirə bilər. Bizim ulduzlarımızın siyahısında da bu komplekslərə məruz qalıb cərrahlardan yeni formada burun istəyənlər az deyil. Həmçinin kişi müğənnilər. Adətən belə əməliyyatlar 1, maksimum 2 saat çəkir. Vay o günə ki, qeyri-peşəkar əlinə düşəsən. Bu halda sifətinizdə başqa qüsurların yaranmayacağına heç kim zəmanət verməyəcək. Bu da qeyd etdiyimiz kimi qabaqcadan üz formasını düşünməməkdən irəli gəlir. Deyirlər ki, çox vaxtı dəb. Bu dəb deyil. Eləsi var ki, məsələn, hər şey qaydasına baxırsan ki, burun normal, hər şey normal. Gəl ki, doktor, mən şəkil də gətirəm, mən burnumu belə bir üzün fizionomik ölçüləri var. O ölçüləri qorumadan üzdə burun əməliyyatı eləmək olmaz. Eləsi var, gəlir, deyir ki, elə kiçik burun düzəlt ki, sifətimə. Mənim burnum qədər balaca burun heç kəsdə olmaz. Da bilmir ki, burnun balaca olması burnun gözəlliyindən xəbər vermir. Gerək burun sifətə uyğun olsun. Üzün sefalometrik ölçüləri var. O ölçülərə uyğun olanda daha gözəl olur. Özünü gözəl görmək istəyi normaldır. Təəssüf ki, əksəriyyətimiz onu yeni burun əldə etməkdə görürük. Halbuki biz özümüzü olduğu kimi qəbul etsək və olduğu kimi sevsək, belə problemlər də yox olar. Odur ki, özünüzü olduğu kimi qəbul etmək və sevmək. Arzusuyla Solmaz Süleymanlı, Nurlan Şahbazov, lider. Gördünüz də, sujeti hazırladığı müddətdə Solmaz da öz fikrindən vaz keçdi. Nəysə, kimisi Şəfiqə kimi şəkildə gözəl düşmədiyini, gözəl görsənmədiyini özünə dərd edir. Kimisi isə Solmaz kimi burnunu. Amma əməkdaşımız Leyla qətiyyən belə fikirləri qəbul etmir.
Kompleks sözü isə ümumiyyətlə onun lüğətində yoxdur. Deyir ki, hər şeyi yaradan insan özüdür. Gözəlliyi də, sevgili də, qorxu və kompleksi də. Və bunu araşdırmasında da sübut etməyə çalışıb. Heç bilirsiniz o nələri üzə çıxarıb? Desəm, şoka düşərsiniz. Məlum olub ki, çirkin olmağın faydaları gözəl olmaqdan qat-qat çoxdur. Necə? Çirkin olmağın axı insana nə faydası ola bilər? Elə bu sualı Leylaya mən də verdim. Amma demək istəmədi ki, istəmədi. Deyir, əgər belə maraqlıdırsa, təqdim etdiyin sujetə diqqətlə bax. Hər şey sənə məlum olacaq. Düzdür, şükür Allaha, mənim çirkinliklə bağlı hər hansısa bir problemim yoxdur. Amma Leyla, bunu necə sübut edəcəyin maraqlı olduğu üçün məncə bu sujetə doğrudan da baxmağa dəyər. Hər kəs, xüsusilə də biz xanımlar həmişə gözəl görünmək istəyirik. Bunun üçün əlimizdən nə gəlirsə eləməyə çalışırıq. Tək ki, istədiyimiz nəticəni əldə edə bilək. Amma bəzən fiziki qüsurlarımızı nə qədər gizlətməyə çalışsaq da alınmır ki, alınmır. Nəticədə depressiyaya düşürük. Oxford və Southampton universitetlərində aparılan araşdırmalara görə sən demə çirkin olmağın da öz üstünlükləri var. Məsələn, böyük qulaqlar qocalanda daha yaxşı eşidəcək, böyük burun daha az infeksiya tutacaq və sair və ilaxır. Elə isə başlayaq. Əgər qulaqlarınız böyüdürsə, onu özünüzə heç də dərd edib qulaqlarınızı saçlarınızın altında gizlətməyə çalışmayın. Çünki araşdırmalara görə qulaq nə qədər böyüdürsə, səslər qulaq kanalına bir o qədər yaxşı ötürülür. Adətən xanımlara müraciətimiz budur ki, və bəylərə müraciətimiz budur ki, və yekə burnu və yaxud da yekə qulağı, o tezliyi, əgər səsin tezliyini yekə qulaq o qədər qəbul edirsə, bir zaman o qulağın seyvanını biz kiçiltsək, o tezliyi qəbul edə bilməz və qulaqda olan problemləri gətirib çıxarlar. Sinir problemlərlə, hətta koklear problemləri gətirib çıxarmış olacaq. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 95. O qədər də pis deyil. Amma bir çoxlarımız ayaqlarının qısa olmağından şikayətlənir. Sən demə, qısa ayaqlar daha möhkəm və qalın sümüklü olur. Bu isə sağlamlıq üçün vacib şərtlərdən biridir. Mən bu dəqiqə ürəyimdə öz xarici görünüşümdən, geyimimdən şübhəli olsam, narahat olsam, siz onu görəcəksiniz. Bütün diqqəti mən oraya yönəldəcəm. Həmin o insanlara da, müəyyən bir defekt olan insanlara da, əgər uşaq vaxtından onun defektinə diqqət yönəldilməsə, ona özünə əminlik aşılansa, onun gözəl keyfiyyətləri vurğulansa, onun fərdi keyfiyyətləri, istedadlar, qabarılma başlasa, o cəmiyyətə oraya çıxacaq. Deyilənə görə incə və uzun dırnaqlar qadının vizit kartıdır. Amma etiraf etməliyik ki, hər kəs belə barmaqlara sahib deyil. Amma təəssüflənməyə dəyməz. Çünki qalın və balaca barmaqlar gözəl görünməsələr də bu cür barmaqlara sahib olanların bəxti yaman gətirib. Alimlərin hesablamalarına görə uzun barmaqlarla iş görəndə daha çox enerji sərf olunur, nəinki qısa barmaqlarla. Elə bu səbəbdəndir ki, uzun barmaqlarla iş görən zaman, xüsusilə kəsici alətlərdən istifadə edən zaman daha çox zədə alırlar. Burada bıçaqla istifadə olunur, yəni tərəvəzlərin doğranmasında və orada doğrayarkən daha uzun barmaqlarda mane olur deyərdim. Çünki yəni bıçaqla işlənilən əlini kəsə bilərsən. Bunlar hamısı ehtiyatla bağlıdır. Bax belə, yəqin bundan sonra bildiniz də, sahib olduğunuz əskiliklərə görə utanmaq yox, əksinə sevinmək lazımdır. Əsas özünüzün fiziki görünüşünüz haqda nə fikirləşməyinizdir. Məncə digərlərinin fikirləri isə yalnız siz önəmli saydığınız halda önəmli ola bilər. Bəs sizcə necə? Leyla Abbasova, Turab Məmmədov, Ceyhun Mustafayev, Lider TV.
Deyirəm, əməkdaşımız Allahverdi də ağzının dadını yaxşı bilir ha. İndi nə vaxt baxsan, ancaq Avropa mətbəxindən onun dadlı təamlarından danışır. Hə də, həftə 8 mən 9 Macaristana gedib gələndə elə belə də olmalıydı da. Deyir, Macarıstanın mətbəxi də tarixi kimi zəngin və rəngarəngdir. Gulyaş və leço isə bu ölkənin hətta simvolu sayılır. Ətli yeməklərə üstünlük verən Macarlar yağlı, soğanlı, istiyoxlu yeməkləri də bir o qədər xoşlayırlar. Acı biberi isə süfrələrindən heç əksik olmur. Azərbaycanın milli mətbəxinə də yaxın olan çox ətirli, amma odlu, alovlu Macar mətbəxindən daha ətraflı Allahverdi özü danışacaq. Su, su! Macar mətbəxi dünyanın ən rəngarəng mətbəxlərindən hesab olunur. Ətli yeməklərə üstünlük verən Macarlar yağlı, soğanlı və istiyotlu yeməkləri xoşlayırlar. Ən çox istifadə etdikləri ingrediyentlər müxtəlif biberlər, soğan, sarımsaq və pomidordur. Əvvəla onu deyim ki, Macar mətbəxi müxtəlif ət yeməkləri ilə məşhurdur. Ət xörəkləri arasında donuz əti və piyi dominantlıq təşkil edir. Macar mətbəxinə aid milli delikates isə müxtəlif cür qızartmadır. Bununla yanaşı, balıq xörəkləri də çox populyardır. Yüngül və ya incə mətbəxlərə aid olmasıdan Macarıstan mətbəxinin bütün dünyada öz həvəskarları var. Leço, ətdən hazırlanan parkolt, gulaş və təbii ki, paprika bu ölkənin milli yeməkləri hesab olunur. Macar xalqı, onun mətbəxi ilə Azərbaycan xalqı və mətbəxi arasında oxşarlıqlar mövcuddur. Bu da ondan irəli gəlir ki, Macarların tarixi keçmişi türk xalqlarının keçmişi ilə eynidir. Bütün bunlar isə Macaristan əhalisinin kökündə, mədəniyyətində və məişətində öz izlərini buraxır. Əsasında Macar mətbəxində bunu hiss etmək mümkündür. Macar mətbəxi təbii və ahəngdardır və dünyanın ən ləziz mətbəxlərindəndir. Burada yeməklərin süfrəyə verilməsinə xüsusi diqqət yetirilir. Böyük zövq ilə bəzədilən yeməklər pozitiv emosiyalara təkan verir və nəticə etibarilə gözəl əhval-ruhiyyə yaradır. Budapeşte'yi sevdik. Yani Türk insanına çok fazla da bir şey göremedik çünkü çok fazla gezme fırsatımız olmadı henüz. Yarın daha çok vakit geçireceğiz burada. Ama güzeldi. Hani bizde güzel bir tat bıraktı. Mesela burada bulunduğumuz yerde Türk yemekleri vardı. O yüzden hoşumuza gitti. İki devlet, bir millet. Azerbaycan ve Türkiye'ye selamlar. Ləziz xörəklərdən sonra desertə nəzik bilinçik verilir. Şirniyyatları da çox dadlı və füsunkar görünüşə malikdir. Macaristan şərabı isə bütün dünyada məşhurdur. Ölkədə hər xörəyə uyğun fərqli şərab təklif olunur. Şirin və turş, acı və şirin dadların ideal vəhdətini təşkil edən Macar mətbəxi bu ölkəyə gələn və bu yeməklərdən dadan hər bir turistin yaddaşında və damağında xoş təəssürat, xoş izlər buraxır. O izlər ki, onu sözlə ifadə etmək olmur. Bəzən düz deyiblər, elə şeylər, elə hisslər var ki, sözlər onların qarşısında acizdir. Alafer Nadiroğlu, Rahim Mustafayev, Lider TV, Macaristan, Budapeşt. Əgər vaxt tapıb sizlər üçün hazırladığımız bu sujetlərə baxa bilmədinizsə, o zaman keyfinizi qətiyyən pozmayın. Çünki siz internetə daxil olub bizim Sədanın YouTube-dakı səhifəsindən nəinki bugünkü, hətta ötən ilin iyul ayından bu günədək efirə gedən bütün verilişlərimizi izləyə bilərsiniz. Bizdən bu qədər. Sağ olun, salamat qalın. Salam, xoş gördük sizləri. Dayan. Sən məni burada nə edirsən? Əşi, yaxşı da. Əgər vaxt tapıb sizə hazırlandığımız bu surətlər var, o zaman... Hə, fiso. Gedək. Niyə belə eləyirsiniz axı? Deyirəm, valla. Mənə bir cavab verin də, nə olar? Danışmıram. Düzdür. Nə eləyə bilirsən? Ağzıva ayırıb orada nə edirsən? Başa düşmədim. Mən bilmədim. Səhv saldım, aləmi dəydim bir-birinə. Aləmi vurdum bir-birinə. Deyən, bir dənə deyən. Bir dənə onu başa düşün, bir dənə. Niyə belə oldu bu?